Hər kəsə salam. Bu günlərin universitetdə bir günümü vloqlayıram. Burada sinifdəyəm və dərsin başlamağını gözləyirəm. Gedirik Araza. Alışverişimizi də elədik. Burada ingilis dili dərsindəyik, speaking edirdik, fərqli mövzular haqqında danışırdıq. Qrup yoldaşım danışdığına görə ona diqqətlə qulaq asıb öz növbəmi gözləyirdim ki, mən də danışacağam. Yes, for now and then, all of them, yes, okay. So, girls, which culture, I don't say which country, but which culture do you like most? In which country's culture, let's say? Korean culture. Korean, Because they respect us. Like when Uh-huh. I was volunteering, I saw many Koreans, and they just say hi to you, even if you don't. Yes. Only for No, respecting us? they are respecting, and their culture is interesting. Like Okay. you can see many different places. They have so many places for tourists. For recently, I have been reading handbook from their culture. It's so interesting. It's so cute. I think maybe it's interesting, and maybe they are so kind to us. Maybe, yes. That's why I like it. For Korean culture, yes, you want to explore this new Turkish, okay. Yes, you girls. Погода какая-то хорошая стала. Да, и ветер, и Да. солнечно. А утром было очень холодно. Burada isə artıq metrodayıq. Evə qayıdırıq. Dedim, burada da belə bir video çəkim. Metron gözləyir. Axır ki, qatar gəldi. Oturmağa da yer tapdıq. Bu arada açıqımdan video görünür, amma çox qəribədir məncə. Burada avtobusdayıq. Bu arada avtobusun dayanacaqda dayanmağını gözlədim ki, sabit bir video çəkə bilim və axır ki alındı. Burada isə əsl yaz fəslinə uyğun olan çəhrayı outfitimi göstərir. Və evə qayıtdıqdan sonra fonetika seminarına hazırlaşıram. Vlogumuz bu qədər idi. Səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Sağ olun.